Salam mənim əzizlərim. Qız bürcü ilə bürc yorumlarına davam edirik. Görək üzümüzə gələn həftə 22-28 dekabr tarixlərində qız bürclərini nə gözləyir? Ətrafınızda olan sahib olduğunuzun qədrini bilin. Düzdür, siz biraz elə bil ki, neysə düşünürsünüz, niyə, yəni ki, narazısınız, niyə belə oldu falan, amma ətrafınızda sahib olduqlarınızın da qədrini bilin. Biraz ürəyiniz qırılıb, dəyişiklik istəyirsiniz, yeni başlanğıc etmək istəyirsiniz, amma nəyi necə etməkdə biraz o haqda fikirləşirsiniz ki, nə edim? Çiçəklənmə dövrü başlayır sizin üçün. Yenidən doğuş gözləyir. Yəni bilirsiniz necədir? Keçmişlə bağınızı qopartmaq istəyirsiniz. İstəyirsiniz ki, yeni bir həyata başlayasınız. Yeniliklər, yeni başlanğıclar. Sizi çox fikir eləyirsiniz. Bu ona görədir ki, yəni ki, əslində düşünürsünüz, bunu belə eləyim, bunu belə eləyim, amma nəticə olaraq istədiyiniz kimi getmir və çox fikir eləyib və aqressivləşirsiniz. Amma həqiqətin fərqinə varacaqsınız. Sanki yuxudan oyanmış kimi hərəkətə keçəcəksiniz. Uğur gözləyir sizin üçün. Yəni ki, hər şey sizin öz əlinizdədir. Yəni hər şeyin açarı öz əlinizdədir. Siz bunları həll edə bilərsiniz. Yaxşı bir vaxt keçirmək istəyirsiniz. Sakit hərəkət edərək. Amma bəzi şeylər var ki, kimlərdənsə məsləhət almaq, sizə rəhbər olmağını istəyirsiniz. Siz dəstək gözləyirsiniz. İstəyirsiniz ki, ətrafınızdakı insanlar sizi dinləsinlər, sizi başa düşsünlər. Amma unutmayın ki, ətrafınızda, yəni sirlərinizi, fikirlərinizi dediyiniz insanlar hamısı yaxşıdır, xeyr. Saxta insanlar ətrafınızda çoxdur, üzünüzə gülüb arxanızda iş çevirənlər var. Və bu sizi əslində çox, yəni tükənmişlik halına gətirir. Çıxmazda özünüzü hiss eləyə bilərsiniz, üsyan eləyə bilərsiniz. Bu əslində bu niyə oldu sualının cavabı özünüzdədir. Siz sirlərinizi, fikirlərinizi başqaları ilə bölüşürsünüz, ona görə sonra əziyyətini çəkirsiniz. Cəsarətli olun, daxili səsinizə güvənin, sakit alanınıza çəkilin və nəyisə bitirmək, tamamlamaq istəyirsiniz. Görək qız bürclərinə bu həftə sevgi mesajı, bir dənə kart çəkəcəm. Bağışlamaq. Bağışlayıcı olmalısınız. Hansısa bir səhvlərə görə peşman olunanları bağışlamağı istəyə bilərsiniz. Çox nadir hallarda qız bürcündən olanlar bağışlayırlar, keçmiş tutalım ki, münasibətə geri qayıdırlar. Bu olubsa, qarşı tərəf deyərdim ki, bunun qədrini bilin. Çünki qız bürcü gedəndə bir dəfəlik gedir, bütün gemiləri, körpüləri yakır gedir. Ona görə bu həftə sizə nələrsə bağışlamağı tövsiyə eləyir. Fədakarlıq edərəkdən qız bürcü bağışlaya bilər, çox sevdiyindən bağışlaya bilər.